Salam, hər vaxtınız xeyir olsun. Sınavımızın izahına baxırıq. 4 saat 15 dəqiqə 40 saniyə neçə saniyədir? Bunun hamısını saniyəyə çevirmək istəyirsinizsə, saatı da saniyəyə çevirəcəyik, dəqiqəyi də saniyəyə çevirəcəyik və sonda saniyəyə toplayacağıq. Biz bilməliyik ki, 1 saatımız 3600 saniyədir. Bunu əvvəldən bilirsiniz. 60 vur 60 prinsipinə görə. 3600 saniyəni vuracam 4-ə, üstə gəl. 1 dəqiqəmiz 60 saniyədir. 15'i vuracağım 60'a, üstə gəl 40 bərabərdir. 3600'ü 4'ə vuracağım və üzərinə 60 vur 15'i gələcəm. Gəlin kalkulatorumuzdan istifadə edək. 3600 vurulsun 4. Deməli 3600 vur 4. 14400 üstə gəlinsin. 15'i vuracağım 60'a, eləyəcək 900, üstə gəl 40 bərabərdir. 14400'ün üzərinə gələcəm 900'ü, onun da üzərinə gələcəm nəyi? 40'ı. 15340. 15340. Cavab oldu C variantı. Üçüncü sual, tənliyin kökünü tapın. 3'ü x'ə vuracam, 3x, üstə gəl, 3'ü 1'ə vuracam, 3, üstə gəl, 4'ü 2x'ə vuracam, 8x, üstə gəl, 4'ü 6'ya vuracam, 24, bərabərdir 38. 3x'dan 8x'i toplayacağım 11x, üstə gəl 3'dən 24'ü toplayacağım 27 bərabər 38, 11x bərabər 38'dən 27'ni çıxacağım, 38 çıx 27, 8'dən 7 çıxanda 1, 11, x də bərabərdir 1'ə. Cavabımız oldu E. Hesablayaq, kiloqramla istəyir 35.000 qram 35 kiloqramdır. Üstə gəl 18 kiloqram. Üstə gəl 3 tonumuz 3000 kiloqram. Üstə gəl 2 sentinerimiz 200 kiloqram. Bərabərdir 3000'in üzərinə 200, üzərinə 35, üzərinə 18 gələcək. Topladıq. 800 də gəl 5, 13, 3 yazdıq, 1 yadda, 5, 2 və 3. 3253. A variantı. Dördüncü sual. Motosikletçi 3 saat getdikdən sonra sürətini 15 km/saat artırdı. Ümumilikdə 7 saatda 249 km yol getdisə. Deməli bu adam əvvəlcə x sürəti ilə 3 saat gedib. Düzdür? Sonra üstə gəl, ümumilikdə 7 saat gedibsə, qalan yol 4 saatdır da. 3 saatını əvvəldən gedib, ümumilikdə də 7 saatsa, deməli 4'ü qalıb. Bu 4 saatda da sürətin x üstə gəl 15 edib və bərabərdir 249 km yol gedib. Bu deyilir 3x üstə gəlsin, 4x üstə gəlsin, 60, vuru başlı mötərizəm, 249. 7x bərabərdir 249'dan 60'ı çıxacam, 9, 14'dən 6 çıxanda 8, 189, x də bərabərdir 27'yə. Motosikletçinin ilkin sürəti x olduğuna görə x-in qiyməti də 27 oldu və cavabımız olur B variantı. 5-ci sual. 2'yə və 3'ə qalıqsız bölünən, rəqəmləri müxtəlif olan, yuvarlaq olmayan ən kiçik ədəddir. Yuvarlaq olmayan deyirsə, yəni bunun sonu 0 deyil. Çünki 0 olmalıdır ki, yuvarlaq olsun. 0 olmasa yuvarlaq olmayacaq. 2'yə bölmənin əlaməti odur ki, sonu cüt ədədlər olsun. 0 qoya bilmədiyimə görə sonuna 2 qoyacağım. Rəqəmləri müxtəlif olan deyir. Biz də 3'ə bölmə əlamətinə baxırıq ki, rəqəmləri cəmi 3'ə bölünürsə, bu ədəd 3'ə bölünür. Yəni 7 üstə gəl 4 üstə gəl 2 üstə gəl A. Bu ədəd 3'ə bölünən ədəd olmalıdır. 7 üstə gəl 4 11, üstə gəl 2 neçə elədi? 13 elədi. Düzdürmü? Və 13 elədisə, biz indi deməli bu ədədi ən kiçik eləməliyik. A-nın yerinə nə qoymalıyıq? A-nın yerinə 2 qoysam 15 eləyəcək və bu həqiqətən də nəyə bölünəcək? 3'ə bölünəcək. Amma A ilə B axı eyni ədəd ola bilməz, rəqəmləri müxtəlifdir. Ona görə 15'ə tamamlamayacağam bunu. Başqa ədəd yazmağa çalışacağam. Yəni mən burada, baxın, B-nin yerinə 2 qoyanda avtomatik A-ya da 2 qoymuş oluram, səhv olur. Ona görə B-nin yerinə 4 qoymaq istəyəcəm. Çünki sonu ya 0, ya 2, ya 4, ya 6, ya 8 olmalıdır. 0 qoya bilmirəm, yuvarlaq ədəd deyil deyir. 2 qoyanda rəqəmləri cəmin, sonra 15'ə tamamlaya bilmirəm. 4 qoyanda bu 4 ilə 4 eyni olur. Məcbur nə qoyuram? 6 qoyuram. 6 və 4 elədi 10.
Üstəgəl 7, 17. Burada 1 yazaram. Rəqəmləri cəmi olar 18. Və bu ədəd olar 7146. Bundan başqa bir ədəd düşünürsünüzsə, o ədədi mənə yazın WhatsApp-da. Mən də sizə niyə səhv olduğunu izah edeyim, daha yaxşı anlayın. Bu ədəddə neçə yüzlük var? Ədəddəki yüzlüklərin sayını soruşursa, yüzdə 2 sıfır var deyə sağdan 2 dənə ədədi silirəm. Yerdən qalan ədəd yüzlüklərin sayıdır. Bərabərsində x-in ala biləcəyi ən böyük natural ədədlə ən kiçik ədədin fərqini tapın. Gəlin mötərizəmizi vurub açaq. 4x üstə gəlsin 3x üstə gəlsin 21 kiçikdir 143. Buradan da 7x kiçikdir 143-dən çıxıram 21-i. 3-dən 1 çıxanda 2, 4-dən 2 çıxanda 2, 122. X da kiçikdir 122-ni 7-yə böləndə bir dəfə, düzdürmü? 7-yə 52-nin içərisində 7 dəfə və 49 qalıq qalır. X-in ala biləcəyi ən böyük natural ədəd. Baxın, x 17, 18. 17 qalıqdan balacadır. 17 qalıqdan balacadırsa, deməli x 17-nin özünü ala bilər. Natural qiymət kimi. X-in ala biləcəyi ən böyük natural ədədlə ən kiçik natural ədədin, ən kiçik natural ədəd 1-dir. Fərqini tapın. Fərqi 16. 7. Nicatın gündəlik planına əsasən onun bir gündə 3 onlayn dərsi var. Hər dərs 90 dəqiqə olmaqla 10 dəqiqə fasilə ilə keçirilir. Dərslər bitdikdən sonra 1 saat 20 dəqiqə istirahət edən Nicat 2 saat 10 dəqiqədə film izləyir. Əgər Nicatın ilk dərsi 10-da başlayıbsa, film saat neçədə bitər? 10-da bu adamın dərsi başlayır. 90 dəqiqə olmaqla 3 onlayn dərsi var. 90, 90 və 90. Hər onlayn dərs arasında da fasilə 10 dəqiqə, 10 dəqiqədir. Dərs bitdikdən 1 saat 20 dəqiqə istirahət edir. 1 saat 20 dəqiqə istirahət. 2 saat 10 dəqiqə film izləyir. 2 saat 10 dəqiqə film. İndi 90, 90, 90, 270, 10, 10, 20 dəqiqə. Elədi nə qədər? 290 dəqiqə. Bunları da toplayanda 3 saat 30 dəqiqə də bunun film və istirahətinə gedir. 290 dəqiqəni siz 60-a bölərək bunun neçə saat, neçə dəqiqə olduğunu tapa bilərsiniz. Eləyəcək 4 saat 50 dəqiqə. Deməli 4 saat 50 dəqiqə bu. Üstə gəl 3 saat 30 dəqiqə də bu. 7 saat 80 dəqiqə. 80 dəqiqəmizdə nə deməkdir? 1 saat 20 dəqiqə deməkdir. 7 saatin üstə 1 saat gəlirəm. 8 saat 20 dəqiqə. Deməli 10:00-da başlayıbsa 8 saat 20 dəqiqə də əlavə olunur. 18 saat 20 dəqiqə bizim cavabımızdır. 8-ci sual. Dəyişənləri artan sıra ilə düzün. Hər birini 30-a bərabər edirəm. A-mız olur 6. 30-dan 24 çıxdı. Bunu da 30-a bərabər edəndə B-miz olur 46. 30-un üstə 16 gəldim. Tərs əməliyyat edirik də. Bunu da 30-a bərabər edəndə C-miz olur 30-dan 13 çıxanda 17. D olur 30-un elə özü. Artan sıra deyir ən balaca A, sonra C, sonra D, sonra B. A, C, D, B. A, C, D, B. 9-cu sual. Bərabər yanlı üçbucağın təpə bucağı 80 dərəcə olarsa, bərabər yanlı üçbucağımızın təpə bucağı 80-dirsə, 180-dən 80-i çıxıram, qalır yerdə 100. Çünki üçbucağın daxili bucaqlarının cəmi 180 idi. 100-ü də 2 ilə bölürəm, 50-50. Ortacabı bitişik bucaqlar bərabərdir. Ortacabı bitişik bucağın dərəcə ölçüsü B variantı 50. Teploxod çayın axını ilə 200 km yolu 5 saata getdi. Axın ilə S bərabərdir 200 km yolu, T bərabərdir 5 saata getdi. Çayın sürəti 8-dir. Mən də deyirəm ki, kater üstəgəl çay, axın ilə deyir axı, vur zaman bərabər neçə? 200-ə. Buradan da kater üstəgəl 8 bərabərdir. 200-ü 5-ə bölürəm. 40. Kater bərabərdir 32. Katerimizin sürəti oldu 32. Çayın axma sürəti 8 olarsa, teploxod 8 saata çayın axınına qarşı nə qədər yol gedər? Axına qarşı kater, çıx çay, vurulsun zaman bərabərdir. Bu da eləyir 24 vur 8. 32, 2 yazdıq, 3 yadda. 112. Çayın axınına qarşı 8 saata. Bir daha baxaq. K-mız 32. Bu 8. Hesablama səhv eləməyək. 24-ü 8-ə vuracaq.
32 2 yazdı, 3 yazdı, 16, bu da 192. C variantı cavabdır. Aralarındakı məsafə 30 olan iki məntəqədən eyni zamanda əks istiqamətdə 2 maşın yola düşdü. 4 saatdan sonra onlar arasında məsafə 850 oldu. Maşınlardan birinin sürəti 94'dür. Deməli, V1'miz 94, V2'mizi bilmirəm. Zamanımız 4, S'imiz 850, A'mız da 30. Düsturu bilənlər yazdı. V1 üstəgəl V2, vur T bərabərdir S çıxa. Bu da deyir 94 üstəgəl X, vur 4 bərabərdir 820. 94 üstəgəl X bərabər 820'ni 4'ə böləndə eləyir, deməli 205. 8'i 4'ə böldüm 2, bu da 205. X də bərabər 205'dən 94 çıxanda 1, deməli burada qalır, deməli 5'dən 4 çıxdı 1, 1, 1, 111. Cavab oldu D. 12. İki maşın A və B şəhərlərindən qarşı-qarşıya yola düşdü. A'dan hərəkət edən maşının sürəti 42, B'dən hərəkət edən maşının sürəti digərindən 8 km çoxdur. Deməli, birinin sürəti 42'dir. B'dən hərəkət edən maşının sürəti isə digərindən 8 km çoxdur. Yəni 50'dir. Biri 42, biri 50. AB məsafəsi 460 km olarsa, AB arasındakı məsafə S bərabər 460 olarsa, bu maşınlar neçə saat sonra görüşərlər? Mən də 42 ilə 50'ni toplayıram, vururam zamana, bərabər edirəm 460'a. Bu da 2, 92 vur T bərabər 460, T də bərabər 460'ı bölürəm nəyə? 92'yə. Neçə dəfə olacaq? Baxaq, 5 dəfə olsa çıxılsın, 10, 0 yazdı, 1 yadda, 46, 5 saat. C variantı bizim cavabdır. 13. Düzbucaqlı paralelipipedin ölçüləri 3, 4 və 5 olarsa onun səthinin sahəsini tapın. Düsturumuz var. 2 vurulsun A vur B, üstəgəl A vur C, üstəgəl B vur C. 2 vurulsun 3 vur 4, üstəgəl 3 vur 5, üstəgəl 4 vur 5. Bərabərdir. 2 vurulsun 12, üstəgəlsin 15, üstəgəlsin 20. 12, 15 və 20'ni toplayıram. Elədi 47. 2'ni 47'ye vuranda 4 yazdı, 1 yadda, 94. A variantı cavabdır. Verilmiş bölmə məndə bölünəni tapın. Bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalığı gəlirsiniz. Burada bir səhvlik var. Çünki qalıq 12 ola bilməz. Cavab E variantıdır. Siz ədədə 6'ya bölürsünüzsə, qalıq heç vaxt 6'dan böyük ədəd ola bilməz. Görürsünüz, burada səhvlik var. Yəni, mümkün deyil yazmanız bu sualda. Çünki 6'nı 12'ye vurub üstünə 12 gəldiniz, tutaq ki, bir cavab aldınız. Amma qalıqlı bölmədə qalıq böləndən böyük ola bilmədiyinə görə bu sualda cavab mümkün deyil. 15. Kvadratın tərəfini 4 cm artırsa, yeni kvadratın perimetri 56 olar. Baxın, əvvəlki bir kvadratımız var. Artırandan sonra olur perimetri 56. Perimetri 56'dırsa 56'nı 4'ə bölürəm. Tərəf səndimə 14 olur. Deməli, əvvəlki tərəf x idir. X-i 4 vahid artırıram. Yeni tərəf olur 14. X-imiz neçəymiş? 10 imiş. Yəni, əvvəlki kvadratın tərəfi 10 imiş. Perimetri isə 40'a bərabər imiş. 10 vur 4, 40. 16. sual. Birinci kran hovuza dəqiqədə 320 litr su vurur. İkinci kran isə dəqiqədə 230 litr suyu kənara axıdır. Hovuz tam olaraq 3 saata dolur. Bu 320 suyu vurur. Bu isə 230 suyu axıdır. Görək dibində nə qədər su qalır hər saatda. 0, 9. Hər saatda 90 litr su qalırsa 3 saata 3 vurulsun 90 bərabərdir. Bir daha baxa, bu hissəsini gözümüzdən qaçmasın. Birinci kran hovuza dəqiqədə 300, dəqiqədə deyirəm. 1 dəqiqəyə 90 litr su vurulur. Bəs görəsən 3 saata nə qədər su vurular? X. 3 saatımızda bilirsiniz 180 dəqiqədir. 1 saat 60'dırsa 3 saat 180 dəqiqə. Çarpaz vuram. Çünki dəqiqə nə istəyir bizdən? 180'i vuracam nəyə? 90'a bərabərdir. 0, 0, 2 yazdıq 7 yadda, 9, o da 16. 16.200 litr. A variantı. Bu litrə işarəsidir. 17. Bir şəhərdən sürəti 65 olan avtobus yola düşdü. Bundan 3 saat sonra onun ardınca 82 olan avtomobil yola düşdü. Deməli, birinci yola düşən 65'dir. 3 saat tək yol gedir. 5 yazdı, 1 yadda, 195. 195 kilometr yolu tək getdi.
Qabaqdakı maşının sürəti 65-dir. Arxadakı maşının sürəti 82-dir. Və avtomobil yola düşdükdən 4 saat sonra avtobusla avtomobil arasındakı məsafəni tapın. Birinci avtobus yola düşüb. Sonra avtomobil yola düşüb. Baxın. Bunu belə yazadıq, daha rahat yazaq, heç çaşdırmayaq özümüzü. Birinci yola düşən 3 üstəgəl 4, yəni 7 saat yolda olub. 7 saata 65 kilometr yol gedib. Mən də tapdım ki, 5 yazırıq 3 yadda, 42, bu da 45. Digəri isə 4 saat yolda olub. Yəni 82 sürətlə 4 saat yolda olub. 82-ni 4-ə vururam 8, bu da 328. Avtomobillər arasında məsafə neçə kilometr olacaq? 455-dən çıxıram 328-i, 15-dən 8 çıxanda 7, deməli 4-dən 2 çıxanda 2, 127. A variantı bizim doğru cavabımızdır. Kvadratın daxilinə çevrə çəkilmişdir. Kvadratın daxilinə çevrə çəkilmişdir. Çevrənin radiusuna bir R hərfi deyə yazdı bura R. Tərəfi də olsun 2R da bilirsiniz. Radius tərəfin yarısıdır. Çevrənin radiusunun 3 misli. Radiusun 3 misli ilə kvadratın tərəfinin 2 misli. Tərəfi 2R-dır. 2 misli vur 2-dir. Cəmi 28-dir. 3R üstə gəlsin 4R bərabər 28. 7R bərabər 28-ə. R bərabər olur 4-ə. Perimetrin rəqəmləri cəmi istəyir. Radius 4. Tərəf 8. 4 tərəfin 8-dən vuranda perimetr olur 32. 32-nin də rəqəm cəmini istəyir 5. B variantı cavabımızdır. 2014-cü ildə ana ilə 3 övladının yaşları cəmi 56 idi. Gəlin yazaq. 2014 ana və 3 dənə övladı var. 3 övlad. Yaşları cəmi neçədir? 2014-cü ildə yaşları cəmi 56-dır. 2011-ci ildə isə ananın 32 yaşı var. Soruşur 2018-ci ildə uşaqların yaşları cəmi neçə olar? FES-in kitabında 3-cü sual bu tipdən sualdır. 2011-də 32 yaşı varsa, 2014-də gələndə 3 il böyüyəcək. Yəni 35 yaş olacaq. Yaşları cəmi 56 idisə, 56-dan 35-i çıxarsınız. Bu 3 uşağın yaşları cəmi 2014-cü ildə 56 çıx 35. Yəni 21 taparsınız. Neçənci ildə? 2014-cü ildə. Neçə adam? 3 adam. 2018-ci ilə qədər birinci uşaqda, ikinci uşaqda, üçüncü uşaqda hamısı 4 yaş böyüyəcək. Yəni 3 dənə 4, 12 il artım olacaq. 21 yaşları olan uşaqların 12 ildə artıb 33 yaşları olacaq cəmi. Atana yaşını qatmır son cümlədə, ona görə atanı hesablamadım. 24 işçi 8 saat işləyərək 3 günə gördüyü işi. İşçi sayı, zaman və zaman verilib. 4 işçi 8 saat işləyərək 3 günə görür. Əgər bir işçi işdən ayrılsa, yəni 3 işçi qalsa, iş saatını dəyişmədən, yəni gündə 8 saat işləməklə neçə günə görər? X günə. İşçi sayı, zaman və zaman varsa qarşı-qarşıya vurub bərabərləşdiririk. Bu əzbər qaydadır. Buradan da vurub böləndə mən ixtisar aparıram tez olsun deyə X oldu 4. C variantı cavabdır. Bağdan 1500 kiloqram alma və ondan 6 dəfə az olan armud yığdılar. Deməli, alma 1500-dür. Armud isə bundan 6 kiloqram azdır. 1500-ü bölürəm nəyə? 6-ya. 2 dəfə çıx 12, 30-un içərisində 5 dəfə, bu da 0. 250 də armuddur. Yığılan meyvələrin 5də 3-ü, hər biri 50 kiloqram olan yeşikləri yığdılar. Neçə kiloqram, neçə yeşik yığıldı? 1500 ilə 250-ni toplayıram, bu yığılan meyvələr. 1750. Bunu da 50 kiloluqlara, bunun da 5də 3-ünü, bunun da 5də 3-ünü tapıram. 1750-ni 5-ə bölüb 3-ə vuracam görüm nə qədər eləyir bunun 5də 3-ü. Sonra da onu 50-yə böləcəm, yəni 50 kiloluqlara. 1750 bölünsün 5 vurulsun 3. 1050. 1050-ni də 50 kiloluq yeşiklərə yığırlar. Bunu da 50-yə böləndə 21 edir. E variantı cavabımızdır. Balığın kütləsinin 17də 5 hissəsi yağdır. 25 kiloqram yağ götürmək üçün. Nəyin 17də 5 hissəsi, nəyin 17də 5 hissəsi 25 eləyər? Hissəsinə görə də tapıram. Yəni 25-i 5-ə bölüb 17-yə vuracam. Hissəsinə görə də tapanda tərs əməliyyat edir, yadınıza gəlsə. 5-ə bölüb 17-yə vururduq. Bu da 5 3 dəfə 85. B variantı
23'ə baxıram. Eni 6 sm, uzunluğu 18 sm olan düzbucağını 3 kvadrata kəsib ayırdılar. Alınan kvadratların perimetrlər cəmini tapın. Baxın, bir dənə düzbucağımız var. Eni 6, uzunluğu 18'dir. 3 dənə kvadrata ayırdım. 6, 6 və 6. Alınan kvadratların perimetrlərin cəmi. 4 dənə kvadratdır. Hərəsinin də tərəfi 6'dır. Daha doğrusu 3 dənə kvadratdır. 4 tərəfi var. 1, 2, 3, 4. 4'ü 6'ya vurdum, 24. Birinin perimetri 24'dür. 3 dənə də kvadratdırsa 72. Yəni 3'ü vuracağım 24'ə, 72. Şəkildəki fiqurun sahəsini tapın. Əvvəlcə böyük fiqurun, yəni bunu bütövün sahəsini hesablayacağım. Bunu da tapmaq üçün əvvəlcə gəlin sol tərəfi tapaq. Sol tərəf özünə paralel olan qarşı divarların cəminə bərabərdir. 4, 4 və 3. Toplayanda elədi. Neçə? 11. 8-in üstü 3 gələndə. Bir də aşağıdakı divarı tapmalıyam. Aşağıdakı divarda 5, 3 və 6. Özünə paralel olan cəmə bərabər. Bu da eləyir 14. 5, 3, 6, 14. Və əvvəlcə böyük fiqurun sahəsini tapıram. Yəni 11'i vuracam 14'ə. Bu eləcə 154. Yəni bütöv sahə 154'dür. 154'dən bu sahəni çıxacam. Daha sonra bu sahəni toplayacağım, üzərinə gələcəm. Çünki qabarıqlar nə deməkdir? Qonşudan pay almışıq da. 3 vur 4, 12. 154'ün üstə 12 gələcəm. Qonşu bizə pay verib. 166 elədi. 3 vur 3, 9'u isə çıxacam. Çünki qonşu bizdən gəlib pay götürüb. 16'dan 9 çıxanda 7, 5, 1. C variantı 157. Şəkildə verilmiş müstəvi fiqurun perimetrinin rəqəmləri cəmini tapın. Perimetr ancaq kənar xəttlərdir. Yəni ortadakı bu 8'i hesablamırsan. 8, 8, 16, 6, 6, 12 və 9. Topladım. 8, 16, 7 yazdıq. Bir yadda 37. Rəqəmləri cəmi istəyir. Qaza gəlməyin. 37'nin rəqəm cəmi 10. E variantı cavabımızdır.